Azərbaycan futbolunun son illərdəki mənzərəsi dəyişmir. Qarabağ növbəti 12-ci dəfədə çempion oldu. Bu rəqəm nə qədər böyük görünsə də artıq bu uğur nə klubun daxilində, nə də ümumi futbol ictimaiyyətində təəccüb doğurur. Çünki bu artıq Qarabağ üçün normaya çevrilib. Komanda bu dəfə çempionluğu apreldə təmin etdi. Amma nə xüsusi qeydiyyətmə, nə də hansısa ab-hava dəyişimi yaşandı. Bu da bir növ klubun çempionluğa münasibətini ortaya qoyur. Məqsəd sadəcə titul qazanmaq yox, bunu sistemli və davamlı şəkildə etməkdir. Qarabağ üçün Premyer Liqa daha çox bir planın tərkib hissəsidir. Hədəf isə Avropa arenasında layiqli yerini tapmaqdır. Maraqlıdır ki, bu mövsüm Avrokuboklar Qarabağ üçün heç də uğurlu keçmədi. Amma bu onların daxili çempionata yanaşmasına heç bir təsir göstərmədi. Komanda mövsüm boyu stabil çıxış etdi. Hətta Avropa Liqasında və çempionatda məğlubiyyətlərin ardıcıl sıralandığı 2025-ci ilin əvvəlində belə Ağdam klubu özünü itirmədi. Komanda peşəkarlığını sübut edərək qısa zamanda toparlandı. Bu təkcə oyunçuların deyil, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında formalaşmış kollektivin peşəkarlığının göstəricisi idi. Digər tərəfdən ölkə çempionatındakı rəqabətsizlik də bu mənzərəni dadsız-duzsuz edir. Sabah və Neftçi kimi 20 milyon manatdan artıq büdcəyə malik klublar böyük transferlər və iddialı layihələrə baxmayaraq Qarabağ real təhlükə yarada bilmədilər. Sanki digərləri müvəqqəti layihələr qurarkən köhlən atlar davamlı sistemin nəticəsini yaşayırlar. Əlbəttə bu da Azərbaycan futbolu üçün düşündürücüdür. Rəqabətin olmaması bir komanda üçün üstünlükdürsə də ümumi futbol mühitinin və elə həmin çempionun inkişafına əngəl ola bilər. Qarabağ illərdir eyni sistem, eyni fəlsəfə və eyni rəhbərlik altında stabil nəticələr verir. Rəqiblərsə ya bu modeli təkrarlaya, ya da yeni bir yol tapa bilmirlər. Bu çempionluq digərləri kimi tarixə yazıldı. Amma fərqi ondadır ki, bu dəfə artıq heç kim Qarabağın çempionluğunu qeyri-adi bir hadisə kimi qəbul etmədi. Və bəlkə də bu klubun ən böyük uğurudur. İndi isə Qarabağın qarşısında yeni bir missiya dayanır. Klub təkcə ölkə daxilində dominant olmaqla kifayətlənmir. Ağdam təmsilçisi qarşısına Azərbaycanın Avropadakı futbol təmsilçiliyini daha yüksək mərhələyə daşımağa məqsəd qoyub. Bu sadəcə idman uğuru deyil, həm də zəfərə bürünən Qarabağ adının Avropa səhnəsində daha möhkəm şəkildə tanıdılması baxımından bir simvolik məsuliyyətdir.